Mövzunu 5-ci gün verilişlərin birində bağlamışam. Sadəcə bir şey aydınlıq gətirim ki, bu mahnının toyda istənilməsi absurd bir vəziyyətdir ki, kimə desəm qınayacaqlar bizi belə. Yəni orada düzgün bir abu-havadan, sevgidən söhbət getmir. Heç toya uyğun da mahnı deyil. Sağ olsunlar ki, indiyə qədər istəməyiblər. Buna bir cavab verə bilərəm ki, dediyim kimi mən bu söhbəti 5-ci gündən bağlamışam. Dünən gecə vaxtımı ayırdım dinləyicilərimə, sevənlərimə hörmətimlə. Tam 2000-dən çox yorum oxudum, komment oxudum. Bütün bu danışılanların cavabı o 2000 kommentdə insanlar bildiriblər. İstəyənlər vaxt ayırıb, oradan gözdən keçirə bilərlər. Yəni, Vəfa xanımın bütün cavabları orada verilibdir. O haqda demişəm ki, danışmayacağım. YouTube'dan da mahnının 53 milyonluğu sildirmişəm. 5-ci gündən sildirmişəm. Bir yerdə duet oxudum. Amma Vüsal bəy, rəylərə də çox önəm vermək lazımdır. Bəzən elə rəylər ola bilər ki, sizin tərəfinizdə olar. Bəzi rəylər də ola bilər. Yox, hamısını oxudum. 80-in 27%, ona görə dedim ki, cavablar orada var. Bunu